5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildə qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəddə qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələrə aparmağa imkan yaradır. Azərbaycan Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır. Savadlı, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində fəal iştirak edən insanlar məhz müəllim əməyini yetişdirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimiz layiqli vətəndaş kimi yetişdirməyində müəllimlərimizin əvəzsiz xidməti olmuşdur. Ümumi liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllimlər haqqında xoş sözlər söyləmişdir. O öz müəllimlərini minnətdarlıqla xatırlayır, onların xidmətləri haqqında ürək dolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifahının halının yaxşılaşdırılmasına, qayğısına qalmışdır. O deyirdi, hər birimiz müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahını, naminə, vicdanla işləməyə müdriklə və səbirlə bizə öyrətmiş və öyrədir. Əziz həmkarlar, dəyərli müəllimlər, hər birinizin 5 oktyabr Müəllimlər Gününü təbrik edirəm.